Regionların sosial-iqtisadi inkişafı daim dövlətin diqqət mərkəzindədir və bu istiqamətdə mühüm addımlar atılır, iri layihələr icra olunur. Prezident İlham Əliyevin Lerik, Masallı və Göygöl rayonlarına yeni təyin olunan icra başçılarının qarşısında qoyduğu tələblər məhz bölgələrin iqtisadi inkişafına, o cümlədən turizmin canlandırılmasına xidmət edir. Siz özünüz sahibkarları cəlb etməlisiniz rayonlarınıza. Həm yerli sahibkarları, həm xarici sahibkarları. Xüsusilə nəzərə alsaq ki, Göygöl, Lerik və Masallı rayonlarının turizm potensialı çox zəngindir və bu rayonların füsunkar təbiəti bizim böyük sərvətimizdir. Meşələr, dağlar, bulaqlar, çaylar, şəlalələr. Yəni, bu rayonları sözün əsl mənasında turizm mərkəzinə çevirmək, bilirəm ki, əsas vəzifələrdən biridir. Ölkə iqtisadiyyatının tərəqqisi regionların sosial-iqtisadi inkişafı ilə mütənasibdir. Hazırda əsas diqqət işğaldan azad olunmuş ərazilərin bərpasına yönəlsə də, digər bölgələr də diqqətdən kənarda deyil. Prezident İlham Əliyevin yeni təyin olunan icra hakimiyyəti başçılarının qəbul edərkən səsləndirdiyi fikirlər bu sahədə həyata keçirilən dövlət siyasətinin təzahürüdür. Bugün minlərlə insan hər gün, xüsusilə yaz-yay mövsümlərində Göygöl gölünə gəlir, bu gözəl mənzərəni seyr edir. Və xüsusilə Vətən müharibəsindən sonra ki, artıq biz düşməni torpaqlarımızdan qovduq, əlbəttə ki, bu gözəl yerin turizm üçün çox böyük əhəmiyyəti var. Və eyni zamanda nəzərə alsaq ki, bugün Göygöl rayonundan Kəlbəcər rayonuna yol açılır, tunel çəkilir. Bu rayonun Kəlbəcər-Laçın zonasının inkişafı ilə bağlı xüsusi rolu vardır. Son illər bütün dünyada turizm sektoru iqtisadi cəhətdən gəlirli sahələrdən birinə çevrilib. Bir çox ölkələrdə ümumdaxili məhsulun mühüm hissəsi məhz turizmin payına düşür. Azərbaycanda da turizmin inkişafı üçün böyük imkanlar mövcuddur. Bu baxımdan Göygöl, Lerik və Masallı rayonları da mühüm turizm potensialına malikdir. Kənd təsərrüfatı və turizmin inkişafı ilə bağlı da ən vacib amil infrastrukturun sürətli və yüksək şəkildə inkişafıdır. Əminik ki, yaxın gələcəkdə biz o regionların yeni mərhələdə kənd təsərrüfatı və turizmlə bağlı inkişafının da canlı şahidləri olacaq. Geniş turizm imkanlarına sahib Göygöl həm də strateji əhəmiyyətə malikdir. Azad Kəlbəcərə gedən yol məhz bu rayonun ərazisindən keçir. Bu baxımdan Göygölün iqtisadi inkişafı Kəlbəcərin də inkişafını şərtləndirir. Göygöl işğaldan azad olunmuş Kəlbəcər rayonumuz ilə həm turizmin, birgə turizm imkanları və birgə aqrar imkanlar baxımında da üstünlüklərə malikdir. Nəzərə alsaq Kəlbəcərin həm turizm potensialı var, həm kənd sərvəti imkanları gelişir, xüsusən heyvandarlıqda böyük imkanları var və nəticədə bu həm də hər iki rayonlarımızın bu istiqamətdə siyasətinin və potensialının birləşməsinə və uyğunlaşdırılmasına imkan verəcək ki, nəticə etibarən təbii ki, həmin bölgənin inkişafını stimullaşdıracaq. Qarşıya qoyulan planlar və tapşırıqların mahiyyəti onu deməyə əsas verir ki, növbəti illərdə ölkəmizdə turizm özünün yeni mərhələsinə qədəm qoyacaq. Kanadın özünə minib keyif gəlmək daha yaxşıdır. İndi görürsən, kış sezonunda bizim Qubada nə gözəl yerlərimiz var. Kanatla gedirlər, gəlirlər. Elə onun özü bir keyfdir, bir həzz almaq. Oradan da Kəlbəcərə getmək daha yaxşıdır. Mən təklif edərdim ki, o başqa yerlərdə olduğu kimi kanatlar təşkil olunsun. Çünki Göygöldən Maral gölünə qalxmaq üçün təxminən 360 dənə pilləkən çıxırır. Mən arzu edərdim ki, oraya kanatlar düzəldilsin. Göygöl rayonumuz torpaq iqlim şəraitinə görə üzümçülük üçün əlverişli olan bir coğrafi mövqeyə malikdir. Yəni bu torpaqda, bu iqlim şəraitində üzüm inkişafı daha yaxşı. Yəni üzüm bitkisi bu torpağa, iqlim şəraitinə adaptasiya olunur. Biz hal-hazırda təbii ki, şərabçılığın inkişafı bizim üçün əsas meyardır. Üzümçülük şərabçılığın inkişafı və keyfiyyətli şərab istehsalı təbii ki, keyfiyyətdən söhbət gedir. Xüsusilə bölgələrdə turizm infrastrukturunun daha da təkmilləşdirilməsi hesabına dövlət büdcəsinin gəlirləri artacaq. Bu, həm də regionların ümumi inkişafı, ölkə iqtisadiyyatındakı payının yüksəlməsi ilə nəticələnəcək. Rüstəm Mikayılzadə, Rauf Məmmədov, ASTV Xəbər.